Bu Nəsimi o şeirlərin birində deyir, məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Aha. Yəni onu mu nəzərdə tuturdu? Odur. Yəni nətəri özünü ruh və bədən eləyir. Deyir ki, ruhum bədəndə zindandadır da qardaş. Mən istəmirəm bu zindanda qalmaq. Sadəcə Nəsimi bunu biraz üsyankar şəkildə elədiyi üçün elə insanlar ona biraz qarşı çıxıblar o dövrlərdə Ərəb xilafəti və ya İslam alimləri. Niyə? Yox, indi uzağa getməyin. Siz burada deyirsiniz ki, Tanrı mənim üçündədir. Cəmaət indi kommentlərdə nə yazacaqlar bilmirik. Mən indi şərhlərdə fikirlərimi bildirəcəklər, amma yəni nəyi demək istəyirəm? Hətta indi belə qəbul eləmirlər. Hətta o siz təsəvvür etsəz həmin dövrdə həmin insanlar hansı səviyyədə olublar? Yəni bilik səviyyəsinə görə deyirəm. Yəni belə deyim, cahillik daha çox olubdu. Doğru. Siz təsəvvür edin o insanların içində yaşamaq necədir birincisi? Yaşamağı da qoyun qırağa, hələ onları nəsə başa düşmək, onları kamilliyə gətirmək. Çox çətin. O bir başqa məsələ. Bax, misal həmin dövrdə ən çox Nəsimi ilə qarşı durma yaşayıb Əmir Teymur. Və Əmir Teymur zarafat insan deyil, adam dünyanı fəth eləyib. Hindistana qədər almış böyük bir liderdir. Heç bir tarix kitabı Əmir Teymur məğlub oldu deyə yazmır. Heç bir tarix kitabı. Yəni, amma öldürmür də Nəsimi. Öldürmür. Maraqlısı odur. Niyə? Çünki Əmir Teymur o hərb dühasıdır. Əsl liderdir. Əmir Teymur Nəsimi ilə qarşılaşmada görür ki, bu adam bundan ağıllıdır, üstündür. Hətta vəzirinə deyir ki, mən buna niyə söz çatdıra bilmirəm, deyə bilmirəm. Nəsimi orada əsl orijinal qaynaqlarda keçir. Ona bir cümlə deyir. Deyir ki, həqiqəti bilənlər ali, bilməyənlər asidir. Eynən nəzərdə tutur bunu. Yəni deyir, əgər sən həqiqəti bilsəydin, ali, müdrik, kamil insan olacaqdın. Sən bilmirsən deyə mənə qarşı çıxırsan, asilik eləyirsən. Deyirsən ki, ey Nəsimi, sən kafirsən deyirsən. Yəni həqiqəti bilsəydin ki, yaradan səndədir, sən ali ruhuydun. Mən səhv eləmirəmsə onlar görüşündə 7 gün bir-birinə danışıblar. Danışırlar, bəli. Danışıblar. Orada keçir bu dialoq. Danışandan sonra hətta buraxır onu. Və burada bir şey olur. Həmin hekayəyə bənzər hekayə var. Bir ustad olur. Demək Nəsimi həmin adama başa salmaq istəyir ki, Tanrı səndədir, yaradan o gücü səndədir. Bu da deyir ki, axı nətər məndədir, mən görmürəm, hiss eləmirəm, yaradan məndə ola bilməz. Mən cılız bir insanam, sadə bir insanam. Belə xəncəl dəysə öləsi insanam. Aysə öləsi insanam da, yəni o deyir bir barutluq canım var. Bu da deyir yaxşı. Buna bir güzgü verir. Deyir get axşam ay işığında otur, özünə bax. Ay vursun üzvə, sən də güzgüyə bax. Bu da gedir oturur belə gölün qırağında, ay vurur bunun simasına. Bu da baxır güzgüdə özünə. Baxır, gəlir səhər, deyir güzgüdə nə gördün? Deyir özümü. Deyir hələ eqon dövriyyədədir. Hələ də özünü görürsən. Get bir də bax. Gedir ikinci gün bir də baxır güzgüyə. Təzədən gəlir Nəsimin yanına. Deyir güzgüdə nə gördün? Deyir gözlərimi. Üçüncü gün deyir ki, bir də get bax. Deyir güzgüdə nə gördün? Oğlan dönür deyir ki, kainatı. Gözlərinin içində kosmosu, ulduzları, ayları gördüm deyir. Bu elə bir neçə gün davam eləyir. Deyir bir də bax. Bir də gedir baxır. Deyir saçlarım sanki ağaclara bənzəyirdi. Sanki deyir elə mənim dodaqlarım dənizi xatırladırdı mənə. Artıq öz simasında bütün kainatı, təbiəti görməyə başlayır. Əslində həqiqətən biz insan gözünə baxanda elə bir galaktika görürsən. Və insan gözünün dərinliyinə gedəndə necə kainatda qara dəlik var, boşluq. Bir anda itirsən də onun içində belə gedirsən. O da elə göz təması falan qurmaq. Həqiqətən və orada o başa düşür ki, Nəsimi nə demək istəyir? Demək istəyir ki, sən çox dərinsən. Yəni yaradan bizdədirsə, əgər Nəsimi də düz məntiq deyir. Deyir Qurani-Kərim deyir ki, yaradan bizim şah damarımızdan bizə yaxındır. Əgər yaradan məndədirsə, demək onda mən xəlifəyəm də. Demir, yaradan demir, mən sizə xəlifə elan etdim. Bir şey ki, bütün varlıqlar Adəmə səcdə eləyir. Demək mən bütün varlıqlardan üstünəmsə, ən üst güc və potensial məndədir. Bunu idrak eləyən keçmişdəki adamlar var idi. Keçən verilişdə də dedim. Bunu bilənlərdən biri də Firondur. Firon daxilində tanrısal gücü kəşf etmiş şəxsiyyətlərdən biridir. Fironu azdıran nədir? Bir müddət sonra o bu gücü Tanrıya yaxınlaşmaq üçün istifadə eləmədi. O demədi ki, elə bilir ki, onun içində yaradıcı bir güc var. Adamlar bizim 630 ildə tikəməyəcəyimiz Misir ehramlarını çox kiçik bir ildə tikiblər. Texnikasız o dövr üçün. Həmin insanlar həmin dövrdə. Sizcə onlar tikiblər? Fərqi yoxdur. Bu adam ya kimdənsə kontaktda keçsə belə, bu yenə də bir şey tələb edir. Mənim gəlmir əslində onların tikməyinə. Yəni bunu tikən hansı varlıqdırsa, lap yad planetlidir, Anunnakidir, Ennidir, Enkidir, kim olur olsun,
bu sistemlə eləyənlər tanrısal gücə sahibdir. Bizə nəzərən tanrısal gücə sahibdir. Okay. Və onları azdıran sistem odur ki, Nəsimi deyirdi ki, mən ilahiyə getmək üçün eləyirəm də, yəni deyir yardan keçib yaradana getmək. O bunu ilahi sevgi üçün eləyirdi, Tanrını tapmaq, onu daha çox sevmək. Hətta onun qəzəlləri və əsərlərində, rübailərində ancaq Tanrıya eşq bəsləyir Nəsimi. Nəsimi ömrünün yarısını İslamda yaşamış, Seyid nəslindən olan bir şəxsiyyətdir. Yəni Nəsim əslində Seyid soyundandır. İslamı, Qurani-Kərimi mükəmməl bilir, ərəb dilini mükəmməl bilir. O nəinki onu, o biri dinləri də çox yaxşı bilir. Fars dilini bilir, yəni türk dilini bilir zaten özü olduğu üçün və adam nə edir? Yunan fəlsəfəsini araşdırır ən çox və şərq fəlsəfəsini. Nəsimin şərq fəlsəfəsi ilə Yunan fəlsəfəsini, antik Yunan fəlsəfəsini birləşdirir, çox gözəl izah eləyir insanlara. Bunu eləmək dahilik tələb eləyir. Yəni onun doğulduğu yerə aid dəqiq məlumat yoxdur. Bəzi yerlər deyir Şamaxıdır, bəziləri deyir Təbrizdir, Ərzurumdur. Bildiyimiz kimi İmadəddin Nəsimi ən sonunda da Suriyada vəfat edir. Yəni deyilən vəfat edəndə dərsini soyurlar. Dərsini soyurlar da, yəni. Yəni özü Amma o belə qalmaqallıdır. Bəzi əsərlərdə bildirilir ki, dərisi soyulmur, bəzi əsərlər bildirilir ki, dərisi soyulub. Yəni biraz sensasiya yaradır. Amma bu insan yəni orada rəhmətə gedir də nəticədə. Demək onun çox bir şeyini olsun yəni. Bəli, çox təəssüf edir ki, belə bir dahi şəxsiyyət soyub. Bu gün bir şeirini tapmışam və onu deyəcəm. Demək, burdakı ifadə elədiyi sözlər burdanı oxuyanda başa düşəcəksiniz ki, bir qıza və ya bir xanıma aid deyil. O bunu Tanrıya oxuyur.